Turan Tovuz 6 xallıq görüşü qələbə ilə başa vuraraq Avropanın qapısını açdı. Hər vaxtınız xeyir, Turan Tovuz söhbətlərindəyik. Zirə və Şamaxı ilə baş tutan son oyunlardan danışacağıq. Ümumiyyətlə, bu periodu müzakirə edəcəyik. Komandanın buna qədərki performansı təbii ki, müzakirə olunurdu. Amma Zirə ilə oyunda sanki qapını möhkəm çırpdı. Sanki biraz insanları rahatlaşdırdı. Biraz ictimaiyyətdə özünə qarşı olan pozitiv təəssüratların yanlış olmadığını göstərdi. Komanda ikili hisslər yaşatdı bu oyunlarda deyə bilərik. Həm azarkeşlər, həm media, həm də ictimaiyyətdə. Şamaxı ilə oyundan sonra böyük əksəriyyət komandanı tənqid edirdi. Bu işin Qurban Berdiyevlə alınmayacağını bildirirdi. Amma Zirə qarşılaşmasından sonra həmin insanlar sanki bu fikirlərini təkzib etməyə məcbur qaldılar və biz buna qədərki söhbətlərimizdə də bax bunu deyirdik. Əsas prosesdən zövq almaqdır, əsas prosesi yaxşı müşahidə etməkdir, emosional danışmamaqdır, emosional qərarlar verməməkdir. Yəni qərar verməyə tələsməməkdir. Qurban Berdiyevlə bu iş olmayacaq, istefaya göndərilsin kimi tələsik, düşünülməmiş müəyyən mənada qərarlar, fikirlər təbii ki, doğru deyil. Əgər klub rəhbərliyi də belə düşünsəydi buna qədər yəqin ki, bir neçə dəfə Qurban Berdiyevi istefaya göndərməli olacaqdı. Yəni, təyin olan məşqçilər bir neçə dəfə baş məşqçisi dəyişməli idi. Biz danışırdıq, söhbətlərimizdə də deyirdik. Əslində, klubun içindən olan açıqlamalar da, kluba yaxın olan mənbələrin açıqlamaları da bu istiqamətdədir. Tələsmək olmaz, səbirli olmaq lazımdır. Komandada məşqçilər korpusu nə istədiyini bilir, nə etdiyini bilir. Bəzən zaman-zaman alınmır, bəzən zaman-zaman çox mükəmməl alınır. Ona görə anlıq situasiyalarda, anlıq hansısa oyunda, hansısa perioda görə qərar vermək olmaz. Bundan qabaqki söhbətlərimizdə də danışmışdıq. Komanda çox gərgin bir perioda daxil olur. Ümumiyyətlə, bütün komandalar bax bu qrafikdə necə mübarizə aparmağın, bu qrafikdə necə yaxşı çıxmağın yollarını axtarırlar. Yəni, burada baxımlı futbol, yaxşı futbol, uğurlu futbol, uğursuz futboldan vacib olan bu perioddan sağ çıxmaqdır, belə deyək, təbii ki, dırnaq arası. Biz görürük ki, çempionatımız necə ağırdır, necə gərgindir, necə mürəkkəbdir və bütün komandalar, hətta bugün sabah belə, Qarabağ belə birtəhər necə olur olsun hansısa görüşlərdən 3 xala çıxarmağa çalışırlar. Məsələn, sabahın Qəbələ oyunu misal çəkə bilərik. Qarabağın 2 Şamaxı səfərini nümunə gətirmək olar. Komanda Şamaxı səfərindən 3 xalla ayrıldığı üçün qələbə and içirdi az qala. Yəni, bu hazırda çempionatın nə qədər çətin, nə qədər mürəkkəb, nə qədər qarışıq olduğunun göstəricisidir. Turan Tovuzun da o səfərdə xal itirməsi kifayət qədər normal idi. Bütün görüşlərə hazırda favorit olmaq kimi bir iddiada olmamalıdır düşünürəm ki, Turan Tovuz hər nə qədər heyətdəki adlar, transferlər, komandanın, şəhərin futbol şəhəri olması, azarkeşləri və digər bu kimi amillər olsa da, bu mövsüm evində oynamayan, evindən uzaq qalan bir komanda, bir kollektivin üçüncü olması, çempionluq yolunda olduqca mükəmməl heyətə, mükəmməl gücə sahib olan Sabah və Qarabağın yanında olması, onlarla mübarizənin içində olması çox ciddi, çox mühüm və vacib məsələ deyə düşünürəm. Hətta Avrokuboklarla bağlı da biz tələsməməliyik. May ayına qədər, mayın sonlarına qədər əminəm ki, o üçüncülük, dördüncülük mübarizələri davam eləyəcək. Çünki bu mövsüm bir daha qeyd edək ki, çempionatımız komandalar çox fərqlidir, çox başqadır. Qurban Berdiyev və məşqçilər korpusu yanvardan sonra bizi kifayət qədər təəccübləndirir. Baxımlı futbol, daha öndən qurulan müdafiə, daha çox pas oyunu, kombinasiyalı hücumlara cəhd etsələr də bunu 90 dəqiqəyə yaya bilmirlər və yaxud da ardıcıl 2-3 oyuna yaymaq demək olar ki, alınmır və bu da çox təbiidir. Çünki komanda, futbolçular buna öyrəşməyib, mövsümə başqa sistemlə başlanılıb, ötən mövsüm başqa sistemlə keçib və indi birdən-birə keçib baxımlı futbol və nəticə bu ikisini birdən etmək təbii ki, çox çətin və çox mürəkkəb işdir. Hətta bunu bacarmaq o qədər də real görünmür. Ona görə zaman-zaman ayrı-ayrı oyunların gedişində və oyunlarda mən düşünürəm ki, komanda bax bunu eləyəcək. Bəzən futbol oynamağa çalışacaq, bəzən hesabı qorumağa çalışacaq, bəzən nəticə qazanmağa çalışacaq. Ona görə buna hörmətlə və səbirlə yanaşmaq, bu işlərdə daha müdrik qərarlar vermək lazımdır. Düşünürəm ki, azarkeşlər və ictimaiyyət adına da bugün klub rəhbərliyi mümkün olan ən çətin işlərdən birini reallaşdıra bilib. Komanda titullu, adlı sanlı
böyük bir fəlsəfəyə malik, dünya futbolunda öz futbol fəlsəfəsi ilə öyünə biləcək bir məşqçi klubun başındadır. Oyuna gəlincə bir çox adların performansı da bizə maraqlı idi. Son vaxtlar gah düşüşdə olan, gah yaxşı futbol göstərən Ayxan Hüseynov bu qarşılaşmada əla formadaydı. Asistlə də yadda qaldı və qolun ötürməsini verdiyi epizodda ilə qolun böyük hissəsini onun adına yazmaq olar. Çox əla keçid, əla ötürmə var idi. Azoviç bir qol, bir asistlə yadda qaldı. Xüsusilə asist etdiyi ikinci qol epizodunda açılması, oradan uzaqda olan rəqibini görməsi, komanda yoldaşını görməsi, rəqibin o zonanı boş saxladığını görməsi və o dəqiq ötürmə verməsi və digər bu kimi oyunun gedişində detallar var idi. Biz ötən mövsümdən bura, hətta il yarım 2 ildir Rəhim Sadıqov üzərindən müzakirələr aparırıq. İl yarım 2 il olar ki, komanda azarkeşləri, ümumiyyətlə ictimaiyyət Rəhim Sadıqovdan danışır. Əslində onun Turantopuza keçdiyi vaxtlarda bu futbolçunun demək olar ki, Premyer Liqada Azərbaycan futbolu üçün bu futbolçunu bitmiş hesab edirdi bir çoxları. Ümumiyyətlə ad olaraq da son vaxtlar görünmürdü. Amma Qurban Berdiyev və məşqçilər korpusu gətirdi bu adın bu futbolçunun komandaya fayda verəcəyini bildirdi və kifayət qədər də faydalanır. Zaman-zaman bir çox oyunlarda bəzən narazılıqlar da olsa, bəzən enişdə olan performans da olsa, ümumi iş əmsalı olaraq çox mükəmməl istifadə edirlər deyə bilərik. Yəni enişdə olan, yaşının bu dövründə olan, özünün prime vaxtında olmayan bir futbolçudan belə istifadə etmək doğrudan da məşqçilər korpusu adına uğurdur. Təbii ki, mükəmməldir, komandanın oyunların taleyini həll eləyir desəm yalan olar, amma zaman-zaman diqqətlə müşahidə etsək, bu futbolçunun da klası, bu futbolçunun da təcrübəsi Turantopuza fayda verir. Ayxan Hüseynova Şamaxı ilə oyundaydı, səhv etmirəmsə, 2 mükəmməl ötürməsi var idi. Birbaşa ayağa ötürdü uzaq məsafədən və ayrı-ayrı oyunlarda da bu futbolçunun performansının biz komanda üçün nə qədər vacib olduğunu görürük. Adlar üzərindən çox danışmaq olar. Zaman-zaman digər söhbətlərimizdə danışarıq. Vadicinin yoxluğu məncə hər nə qədər azarkeşlər ondan hələlik razı olmasa da özü də formada deyil. Bunu bilirik, amma məncə bu futbolçu mövsümün sonuna qədər bir neçə oyunu tək başına götürəcək və yaxud da hansısa oyunların qazanılmasında faydası olacaq. Çünki topla davranışı istənilən vaxt, oyunun istənilən anında onun gördüyümüz anda sanki nəsə edəcək, sanki nəsə edəcəkmiş kimi bir ab-havası var. Bax, rəqib futbolçular, müdafiəçilər də onun haqqında belə düşünür və rəqib müdafiəsini bir xeyli təzyiqdə saxlayır və bəzi epizodlarda öz klasını göstərir. Komanda yoldaşları da onun hər an nəsə edəcəyinə və yaxud da onun belə deyək, təsirinlə yaranmış ayrı-ayrı pozisiyalardan, epizodlardan istifadə etməyə çalışırlar. Yəni mən düşünürəm ki, Vadici bu komanda üçün yaxşı transferdir, bir hücumçu olaraq, ad olaraq və zaman-zaman onun faydasını görəcəyik. Ümumilikdə isə performans olaraq bu barədə danışmışdıq, təkrarlamaqda fayda var. Komanda periodlara və oyunlara fərdi yanaşır. Yəni bəzi oyunlarda nəticəyə önəm verir və yenə də ehtiyatlı futbol sərgiləyir. Bəzi oyunlarda gücü çatdığı qədər pas oyunu oynamağa çalışır. Yəni aldığımız görünən mesajlar budur komandanın oyunlarından. Pas oyunu baxımlı oyun nümayiş etdirməyə çalışır. Əsas nəticədir və bu gün nəticə var. Bu gün o nəticə üçün milyonlarla pul xərcləyən komanda var Premyer Liqada. Komandalar var ki, heç cür istədiklərinə çata bilmirlər, heç o uzaq hədəflərinə çata bilmirlər, yaxın hədəflərinə çata bilmirlər, amma Turan elə uzaq hədəflərin də bir addımlığındadır deyə bilərik. Ona görə işlər komandada kifayət qədər pozitivdir, qaydasındadır, qalır azarkeşlərin inanması, dəstək olması və Qəbələ ilə görüş bu mənada çox kritikdir. Komanda bəlkə də o təxirə salınmasaydı, həmin o Qəbələ daha nisbətən ola bilər məğlub etmək olardı, bilmirəm. Bəlkə də məndə belə təəssürat var, amma hazırki Qəbələ çox əladır, çox formadadır. Üstəlik bu qarşılaşmada heç cür məğlub olmaq istəməyəcəklər. Turantopuzun işi bu görüşdə çox çətin olacaq, amma buradan 3 xal çıxara bilsələr, qabaqda imişli oyunu var. Orada rahat çıxıb bir 3 xal da oradan götürmək olar. Ardınca isə Neftçi ilə qarşılaşacaq komanda. Məncə bu oyunda vacib olan Neftçi üzərində qələbə qazanmaq yox, Neftçiyə məğlub olmamaqdır. Yəni 3 xalı ağ-qaralara verməməkdir. Onlardan xal almaqdan çox onlara xal verməmək çox vacib olacaq. Çünki hazırki gedişata görə Neftçi Avrokuboklar yolunda Turantopuzun ən ciddi rəqiblərindən biri ola bilər. Bir daha ümumi baxsaq, 3-cü yerdədir Turantopuz. Mən düşünürəm ki, komanda çempionluq mübarizəsindən də qopmayıb. Sabahla Qarabağın bir-biri ilə oyunları var. Turantopuzun sabahla oyunları var. Eyni zamanda
hazırda biz görürük ki, çempionat necə çətin keçir və Qarabağla Sabaha qarşı bütün komandalar daha idealı, daha fərqli motivasiyadadılar. Yəni hələ heç nə bitməyib və davam edir. Ümumiyyətlə komandanın bax bu inamı azarkeşlərdə yaratması, həm nəticə olaraq, həm digər mənalarda onun özü belə böyük uğurdur. İctimaiyyətdə hər kəs artıq Turan Topuzu möhkəm görür. Futbol ictimaiyyətindən söhbət gedir. Hər kəs möhkəm görür. Hər kəs Avrokubok mübarizəsinin ön pilləsində görür. Turan Topuz söhbətlərində idik. Arzulayırıq ki, tezliklə komanda öz stadionuna qayıtsın və ölkə futbolunun ən özəl, ən yaxşı güşəsi olan Topuzda bu qarşılaşmaları izləyək, komandanın oyunlarını izləyək və həm ölkə futbolu adına, həm Topuz futbolu adına bu çox möhtəşəm olardı. Buna da bir şey qalmayıb artıq. Daha yaxşı, daha işıqlı günlər üçün komandanı dəstəkləmək, komandanın yanında olmaq məncə vacibdir. Görüşərik, hələlik.